Sabahınız xeyirli olsun, değerli traderlər. Bugün aprelin 10'udur. Və bugün səhər saatlarında nələr baş verdi? Yəni dünən bildiyiniz kimi qiymət biz dərc etmişdi YouTube kanalındakı qiymət 4800-ə qalxması haqqında məlumat vermişdi və 4800-ə qədər qalxdı. Telegram siqnal kanalında biz demək siqnalları paylaşdıq. 6 siqnal gəlir nəticələrində elə 6 siqnal paylaşmışdı. Bu 6 siqnallar buradadır. Diqqətlə baxın. Demək burada qızıldır. Deməli alış əməliyyatları 4736-dan 40 dollarlıq gəlirlə bağladı. Gümüşdə də 74, 200-də 75, 200-ə qədər qalxdı. Bu da gəlirlə bağlandı. Bitcoin-də də gəlirlə bağlandı. Euro dolları, funt dolları da təbii ki, gəlirlə bağlandı. Və sonuncu əməliyyatımız, dünən axşam sonuncu əməliyyatımız, deməli, qızılda növbəti bay, gecə yatmayanlar üçün 4780-dən tepe 4800-ə qədər. Yəni, qiymət də məhz 4801-ə qədər qalxdı ki, take profit'i götürdü. İndi hazırki vəziyyətdə biz əsas bayları, yəni biz erkən bayları paylaşmışıq. Amma əsas baylar, demək, 4772-dən gələcək. Satışlar, təbii ki, satışlar üçün alternativ ssenarida, satışlar üçün biz hansı nöqtələrə diqqət eləməliyik? Satışlar üçün yalnız 4753-lərdən sonra satış əməliyyatları haqqında düşünməliyik. Keçək biz gümüşə. Gümüşdə də dünən alış əməliyyatları, yəni yaddaşlarda qaldı və bugün konkret alış əməliyyatları, əsas alış əməliyyatları 76-400-lərdən gələcək. Satışlar isə, satışlar haqqında nə deyə bilərəm? Satışlar yalnız, yəni, hardasa 74-450-lərdən sonra satışlara girməyə dəyər. Yəni, ümumi istiqamət bu gün xəbərlərə də baxmaq lazımdır. Xəbərləri cümə gündür, bu arada cüməviz mübarək olsun. Keçək biz Bitcoin-a. Bitcoin-da nələr baş verəcək? Bitcoin-da biz nələr diqqət eləməliyik? Bitcoin-da dünən alış əməliyyatlarını biz müəyyən etdik və qiymət sürətlə yuxarı doğru istiqamətlə davam edir. Bitcoin-da alış əməliyyatlarımız, demək, dünən Bitcoin-da alış əməliyyatları aprelin 9-u 71-150-dən idi. 71-150-dən, deməli, 71-150 bax buralarda idi, 71-150-dən. Yəni, ilkin olaraq birinci 400 pipslik qalxdı, sonra yuxarı olaraq, yəni 1300 pipsdən daha yuxarı qalxdı. Bugün nələr olacaq, yəni biz hansı nöqtələrdə alış-satış əməliyyatlarını verə bilərik? Yəni, 72-400-lərdən alışlardır, satışlar 71-lərdən versəz daha yaxşı olardı. Ethereum'da da biz nələrə diqqət eləməliyik? Ethereum'da alışlar və satışlar. Yəni, alışları siz 2205-lərdən, satışlar isə 2158-lərdən icra edə bilərsiniz. Hələ ki, bazara euro dolar, funt dolları gəldi desə, euro dolar, funt dolları dünən alış əməliyyatları ilə yaddaşlarda qaldı və biz alış əməliyyatlarını paylaşmışdıq siqnal kanalında və gəlirlə nəticələndə. Hal-hazırdakı vəziyyətdə euro dollarda 1.17.050-lərdən alışlardır, 1.16.700-lərdən isə 750-lərdən isə satışlardır. Funtun olan rəqabətinə gəldi isə, təbii ki, funtun olan rəqabəti də biz müəyyən edək hədəfləri. Hədəflər olaraq alışlar və satışlar. Yəni, əsas satışlar biz arda verə bilərik. Əsas satışları biz yalnız 1.33-800-lərdən, 850-lərdən verə bilərik. Alışlar isə 1.33-400-lərdəndir uşaqlar. Belə, biz yenidən fokuslanaq. Digər, əgər sizə maraqlı olan cütlük varsa, siz müraciət edə bilərsiniz. Biz o haqda məlumat verərik. Belə, hələ ki, bu qədər bizdə erkən alışlar gəlib, əsas alışlar isə hələ biz gözləyirik. Əsas alışlarımız, yəni ki, dediyimiz kimi, hətta əsas alışlarımızı biz 4771-lərdən təyin edə bilərik. 4771-lərdən əsas alışlar demək, təyin edə bilərik. 4771-lərdən deməli,
Yəni bu dəfə də 4800-ə take profit təyin edərik. Alternativ ssenaridə təbii ki, satış əməliyyatları biz təyin etməliyik. Satış əməliyyatlarımız əsasən də dediyimiz kimi 4753-lərə təyin etsək daha yaxşı olar. Bundan bay verək. 4753-lərə təyin eləsək daha yaxşı olar. Take profit isə 4743-lərə təyin edək take profit. Yəni bu qısa məsafə üçündür. Əslində 20-lərə qədər gəlməlidir, 43-lərə. Bu qısa məsafə üçündür. Əsasən də axın yenidən burada gəlirlər olanda sığortalamaq lazımdır gəlirləri, mütləqdir bu. Yəni ya trailing stopla, ya çalışaram trailing stopu təyin edeyim və nəticəni sizə göstərim inşallah. Trailing stopda nələr olur.